Bir daha salamlar, sualların ardı ilə davam edirik. Gəlin ilk öncə mətn testimizə baxaq. Canal Crystals is a unique and colorful river in Colombia. Deyir ki, bu Kolumbiyada, yəni Cənubi Amerikada rəngarəng, unikal bir çaydır. Orada çoxlu dağlar, göllər var çayın ətrafında. Həmindir bu yer populyardır fərqli rəngləri ilə, belə ki, çay tez-tez adlandırır, 5 rəngin çayı olaraq adlandırılır ya da maye göy qurşağı. Ora daxildir fərqli rənglər, məsələn, qırmızı, qara, mavi, yaşıl, sarı. Onun qırmızı rəngi çayın altında bitən qırmızı bitkidən gəlir. Bu rəng günəş işığına asılı olaraq dəyişir. Digər rənglər qara daşlardan, yaşıl bitkilərdən, mavi sudan və sarı qumdan gəlir. Deyir, buranı qorumaq, çirklənmədən və zədədən qorumaq üçün hər kəsin əraziyə girməyinə icazə verilmir. Turistlərin sənədə ehtiyacı var, hökumətdən sənəd əldə etməyə ehtiyacı var ki, əraziyə girməyə icazə verilsin. Turistlər yalnız bura bələdçi ilə baş çəkə bilərlər. Onlar tur rezervasiya edə bilərlər və zövq ala bilərlər təbiətin bu möcüzəsindən. Amma çaya getmək elə də asan deyil. Ziyarətçilər ən birincidir, helikopterdən istifadə etməlidirlər, sonra qayıqdan və sonra da piyada getməlidirlər. Ən birinci baxaq, bizdən nə soruşur? Düzgün seçimi soruşur. Turistlər avoid using a boat because of its danger. Qayıqdan istifadə etməkdən uzaq durmalıdırlar. Xeyr, zaten ora qayıqdan gedirlər. B. Can visit the place without the help of the guide. Bələdçinin köməyi olmadan ora gedə bilərlər, xeyr, gedə bilməzlər. Damage the environment if they travel with a tour. Əgər turla getsələr ziyan verərlər, xeyr, əksinə də ki, turla gedə bilərlər. Can visit the river by getting a special document. Və xüsusi sənədlə ora gedə bilərlər. D cavabı doğrudur. Dövlətdən, hökumətdən sənəd alınmalıdır. Allowed to sell things. Əraziyə deyir, çayın ərazisini nələr satmağa icazə verir? Xeyr. Gəlir 9-a. What makes bunu nə məşhur edir? Bəli, çayda olan fərqli rənglər. Baxın, burada var idi mətndə. Is popular for its different colors. İndi burada popular yazır, sualda famous yazır. For different colors olacaq. Burada bizdən artıq yanlışı soruşur. Travelers need to go to the river on foot as well. Piyada gedə bilərlər həmçinin. Travelers need to go to the river on foot. Həmçinin piyada gedə bilərlər. Həmçinin yox da, ən birinci helikopter, sonra boat, sonra piyada. Hələlik A variantı qalsın. B-yə baxırıq. Deyir, bunun altında bitən bitkilər ona qırmızı rəng verir. Bəli, bu doğrudur. C-də deyir ki, qara daşlar və sarı qum çayın rənginə təsir etmir. Elə bu da səhv olan. Çünki orada qara daş və sarı qum onun rənginə təsir edir. Baxın. Burada deyirdi ki, as the colors come from. Deyir, digər rənglər qara daşdan, sarı qumdan gəlir. Dolayısıyla təsir etmiş olur. Digərlərinə də baxaq. It is difficult to go to the river for a visitor. Ziyarətçilər üçün çaya getmək çətindir. Bəli, is protected from pollution and damage. Çirklənmədən və zədədən qorunur. Doğrudur. Deyir, həmçinin piyada getməyə də ehtiyacları var. Bəli, doğrudur. A-da səhv olan C-dir. 11-ə baxırıq. Mətn əsasən haqqındadır. Kolumbiyada olan unikal bir çay. Bəli, bu doğrudur. Burada deyir ki, Kolumbiyada olan fərqli göllər, xeyir. Ora olan book sifariş edən, tur sifariş etmək, xeyir. Verən qırmızı bitkidən də danışmır, dağlardan da danışmır. Doğru cavab Y-dir. 12-ci sualımıza baxırıq. Bizdən doğrunu soruşur. Only a guide can book a tour. Deyir, yalnız bələdçi tur sifariş edə bilər. Yalnız bələdçi tur sifariş etmir. Turistlər sifariş edir. Sadəcə orada bələdçi olur. 2-də deyir ki, the sun affects the color of the river. Bəli, çayın rənginə təsir edir. Günəş doğrudur. The location includes mountains as well. Çayın yerləşməsi həmçinindir. Ora dağlar da daxildir. Bəli, bu da doğrudur. Helikopter is the last vehicle. Helikopterdir sonuncu nəqliyyat vasitəsidir istifadə edilir. Xeyr, sonuncu olan piyada getməkdir. Və nəqliyyat vasitəsi də sonuncu olan qayıqdır.
Bilirəm, burada mən 3-ə baxım. Aha. But there are a lot of mountains and lakes around the river. Ona görə 2. Oy, mən burada 4 yazmışam, üzr istəyirəm. 2, 3 olacaq doğru cavab. 2, 3. 13-ə baxırıq. I left... Aha, bizdə nə soruşur? Positive case soruşur. Diana Gildə itimi qoydum. Bəli, sonda apostrof S-yəli hal gələ bilər Gildə mənasında. Mənim qonşumun qapısı yaşıl rəngə boyanıb. Bu da doğrudur. This little. Baxın, bu tək istəyir. Bu isə cəmdir. Olmaz. Demişdik, kökdən cəmlənən isimlərdə heç vaxt S apostrof qəbul etməz. Doğru cavab C olacaq. 14-cü suala baxırıq. Neither or yox. Neither nor olar. Neither nor olar. Both and olar. Either or olar. Doğru cavab C-dir. 15-ci suala baxırıq. Bizdən passive voice versiyasına çevirməmiz isə I organize a birthday party. Aha. Baxın, mübtəda A ilə dəyişməyib, ona görə B-ni çıxıram, D-ni çıxıram, digərləri qalır. Zamanımız keçmiş zaman olduğu üçün is-i çıxıram. Burada da ümumiyyətlə to be yoxdur, doğru cavab A olacaq. A birthday party was organized last month. 16-cı suala baxırıq. I was unhappy during the flight because my seat was a window seat. Deyir ki, mən xoşbəxt idim uçuş ərzində, çünki mənim oturacağım pəncərənin yanındaydı. Bəli, uğurluydu. Əsəbi, faydasız, sığılmış, məyus yox, lucky, müsbət mənalı söz lazımdır bizə. 17-yə baxırıq. Disturb narahat etmək, notice gözdən keçirmək, attend isə qoşulmaq. A-ya baxırıq. To see or pay attention to somebody or something. Aha, nəyəsə, kiməsə diqqət yetirmək. Bu olacaq A. Notice. C sözünə sonundur. To be present at the event. Eventə qoşulmaq olacaq B. Attend. Stop somebody doing. Kimisə nəsə etməkdən yayındırmaq. Məsələn, düşüncədən, işdən mane olmaqdır. O da C variantı. C, A, B. Bəli, doğru cavab B-dir. 18-ci suala baxırıq. Close meaning sözləri soruşur bizdən. Bəli, tired, exhausted. Yorğun, yorğun. Təmir etmək, məhv etmək. Qəribə, adi. Məhv etmək, təmizləmək. Demək, saymaq. 19-a baxırıq. You will enter the university if you... Bəli, study hard olacaq. Baxın, buraya gələcək zamandır. If, burada da if var. If olan cümlədə gələcək olmaz, bitmiş olmaz. Gələcək zaman keçmişdən uzlaşmaz. Bu da zaman deyil. Doğru cavab A-dır. 20-ci sual mübtəda xəbər uzlaşmasıdır. Baxın, bu tək istəyir bizdən. Nəyi bilir? Ofdan əvvələ baxırıq. Söz öndən əvvələ təkdir deyə 2, 3-ü götürəcək, yəni B variantı. Bu qədər. Suallarınız olduqda şərh bölməsində soruşun, cavablandıracağım.